Hər kəsə salam. Hal-hazırda izah edəcəyim suallar MİQ və abituriyentlər üçün vacib hissədir. Həmçinin magistratura imtahanında da keçərlidir bu. Həmçinin sertifikasiyada. Bu tipli suallar modelləşdirmə bölməsinə aiddir. Modelləşdirmə bölməsinə və informasiya modelidir. İndi biz burada nə edirik? Verilən şərtlərə uyğun bir qərar, nəticə çıxartmalıyıq. Nəticəni çıxartmaq üçün ilk öncə məsələnin mahiyyətini başa düşmək lazımdır. Müxtəlif şəxslər verib və müxtəlif fən adları verib və bizə deyir ki, bu şəxslər hərəsi bir olimpiyadada iştirak edib. Sən mənə denən görün, bu şəxslərin hansı coğrafiya fənni üzrə, bu şəxslərdən hansı coğrafiya fənni üzrə hazırlaşıb. Çox gözəl. Baxıram Yusif, Elşən, Xədicə, Ayan, Turanə. Məndə 5 nəfər var. Gəlirəm, bunların adlarını buradan yazıram. Yusif, Elşən, Xədicə, Ayan və Turanə. Çox gözəl. Və bunları bir cədvələ yığacam. Cədvələ yığmazdan öncə bir də baxacağım məqam nədir? Görürük ki, biz nəyi görürük? İxtisasların adları var. Biz nə edirik burada? Deməli, ixtisasların adlarını qeyd etmək lazımdır. İxtisasların adlarını necə qeyd edirik? Burada yazırıq riyaziyyat, daha sonra yazırıq informatika, daha sonra yazırıq biologiya, daha sonra yazırıq tarix və coğrafiya. Əla. Bunun da altından belə xətt çəkdik. Cədvəlimizi artıq demək olar ki, hazırladıq. Niyə belə oldu? Aha. Hazırladıq. Əla. Gəlirik, oxuyuruq. Ən dəqiq variant burada nədir? Siz, yəni mən sualla sürətli izah edəcəm. Biz baxanda ən dəqiq cümləyə baxırıq da. Baxır, deyir, Yusif, Xədicə, Elşən, Ayan bir sinifdə oxuyur. Yaxşı, bunlar sinif yoldaşdılar. Eyni sinif. Eyni sinif yazıram bunun qarşısına. Sonra mənə deyir ki, Yusif informatika fənni üzrə olimpiyadaya hazırlaşır. Deməli, elə Yusif informatikadır da. Digərlərini minus qoyuram. Bunu işlədim. Daha sonra deyir ki, coğrafiya fənni üzrə olimpiyadaya hazırlaşmış şagirdin oxuduğu sinifdə olimpiyadaya hazırlaşan başqa ixtisas da, yəni başqa şəxs yoxdur. Deməli, coğrafiya olan sinifdə yalnız olimpiyadaya hazırlaşan bir dənə adam var. O coğrafiyaya hazırlaşıb, başqa heç bir fəndən, heç bir ixtisasdan, yəni olimpiyadaya hazırlaşan yoxdur. Ona görə də Yusif, Xədicə, Elşən, Ayan. Bunlar nə ola bilmir? Bunlar coğrafiya deyillər. Çünki bunlar 4-ü bir sinifdə oxuyurlar. Deməli, Yusifdən olsa coğrafiyada minus qoymuşam, Xədicəyə minus qoyuram, Ayana minus qoyuram və Elşənə minus qoyuram. Avtomatik olaraq Turanə coğrafiya çıxır və məndə Turanə coğrafiya olmayan cavabların üzərinə kres qoyuram. Baxıram, burada Turanəyə biologiya verib getdi. Baxıram, burada Turanəyə biologiya verib getdi. Xədicəyə biologiya, Turanəyə coğrafiya verib, okey qalsın. Turanəyə coğrafiya verib, okey qalsın. Və baxıram növbəti Ayana coğrafiya verib, mənim üçün getdi. Bu mənim üçün lazım deyil. Gəlirəm növbəti hissəyə. Yusif qardaşının da adına informatik olmalıdır. Okey qaldı. Burada bir cümlə var. Deyir, tarix olimpiyadasına hazırlaşan şəxs Elşən ilə sinif yoldaşdır. Deməli, Elşən tarixdən hazırlaşmır. Düzdürmü? Elşən tarixdən hazırlaşmır. Elşən sinif yoldaşı tarixdən hazırlaşır. Aha. Bu da ya Ayandır, ya Xədicədir, ya da Yusifdir. Yusif informatikadandır deyə tarixə düşmür. Deməli, Elşən tarix deyilsə, Xədicə, Ayan qalır. İkisindən biri tarixdir. Qalırıq burada. Sonra gəlir burada deyir ki, riyaziyyat olimpiyadasına hazırlaşan oğlandır. Deməli, bax, Xədicə, Ayan, Turanə. Nə ola bilməz? Riyaziyyat ola bilməz. Elşənə qaldı bizə. Onsuz da Turanəni biz tapmışıq. Deməli, bunlara minus qoyuram. İnformatika onsuz da Xədicədə və Ayanda minusdur. İnformatikanın sahibi var. İndi bizə deyir ki, başqa nə qaldı?
tarix olimpiadasına hazırlaşırsa Elşənin sinif yoldaşları. Bax, kim qalıb? Xədicə ilə Ayan qalıb. Xədicə də Ayanda Elşənin sinif yoldaşıdır. İkisindən biri tarixdir, biri biologiyadır. Gəlirəm, baxıram. Yusif informatika əla, Elşən riyaziyyat, Turanə, Xədicə biologiya, Ayan tarix. Amma burada fikir ver, mən Elşənə riyaziyyat tapmışam. Burada gəlib Elşənə tarix yazır. Ona görə D variantı olmaz, düzgün cavab C variantı olmuş olacaq. Keçirik növbəti suala. Burada istəsəniz siz nömrələmədə apara bilərsiniz. Yəni eyni qaydada burada cədvəl qurduğum kimi də qura bilərsiniz. İstəsəniz sadəcə müqayisə ilə. Deyir ki, 5 yoldaş var. Bunlar ilk 5 yeri tutublar. Bax, burada artıq müqayisə edirsən. Vəkil Eltazdan daha aşağı. Vəkil Eltazdan daha aşağı. Anardan isə daha yüksək yer tutdu. Anardan isə daha yüksək yer tutdu. Əla. Nə Nurlan, nə də İman Anardan yüksək yer tutmayıblar. Yəni, Anar həm Nurlandan, həm də İmandan böyükdür. Çox gözəl. Deməli, bax, sənin Anarın Eltazdan və Vəkildən kiçikdirsə, deməli, orta bir qiymətdir ki, Nurlandan və İmrandan böyükdür, Eltazdan və Vəkildən kiçikdir. Deməli, Anar 3 imiş. Anar 3 olmayan cavabların hamısını çıxardırsan, bir dənə A qalır. Sonra Eltac birincidir, Vəkil də ikinci. Eltac 1, Vəkil 2 çox gözəl. Deməli, İmranda 4-dür, Nurlanda 5. Düzgün cavab A variantı. Keçək burada deyir ki, nədir bizə? Müəllim, sürücü, çilingər və mühəndis. Bu şəxslər toplaşıblar kafedə hansı işlə məşğuldur? Heç nə, adlarını yazıram, Adil yazıram. Eldar, Müşfiq, Əliyar, deməli, yazıb. Bunlar müəllim ola bilərlər, sürücü ola bilərlər, daha sonra çilingər ola bilərlər və mühəndis ola bilərlər. Tamam mı? Okey, olsun, problem deyil. Deyir ki, ilk olaraq kafeyə sürücü gəldi. Daha sonra deyir ki, Adil Müşfiq ilə kafeyə birlikdə gəldi. İlk kafeyə sürücü gəlsə, Adil də Müşfiqlə birlikdə gəlsə, deməli, Adil və Müşfiq sürücü ola bilməz. Afərin. Deyir ki, Müşfiq çilingər deyil. Gəlib Müşfiqin də qarşısına çilingər qoyuram. Və gəlib birbaşa sürücü ilə çilingər olan bütün cavabları çıxıram. Bax, sürücü getdi, çilingər getdi, sürücü getdi, çilingər getdi. Avtomatik olaraq A variantı qaldı mənim üçün. Çünki Müşfiqlə Eldarı soruşur da səndən. Və burada sıralamaya diqqət edin. Eldar və Müşfiqin adını düzgün. Yəni, mühəndis, müəllim tapa bilərsən. Cavabda mütləq şəkildə Eldarın ixtisası nədirsə, birinci hansının adını istəyirsən, həmin onun ixtisasını yazarsan. Əla. İndi Müşfiq çilingərdir. Müəllim Əliyara zəng edərək yolda tıxacda olduğunu dedi və ona gedişdiyini dedi. Deməli, bu müəllim Əliyara zəng vurubsa, Əliyar müəllim deyil. Tamam. Sonra yoldadırsa, Adil də müəllim deyil, Müşfiq də müəllim deyil. Avtomatik olaraq Müşfiq mühəndis olaraq çıxır ortaya. Əlavə olaraq mühəndisdirsə bu Müşfiq, çilingər də Adilə qalır. Okey. Deməli, Əliyar sürücüdür. Əliyar sürücüdür. Aha, Əliyara zəng edilməli. Eldara nə qalır? Eldar da müəllimdir. Əla, vəsə. Deməli, Eldar müəllimdir. Müşfiq də mühəndisdir. Düzgün cavab A variantı. Çox qəşəng sualdır. Bu asandır, eyni şeydir. Bir də onu izah eləməyəcəm. Gəlib bir də bu fərqli tipdən izah eləyəcəm. Deyir ki, müəllim 8 oturub burada 8 nəfəri yazmaq lazım deyil. Sadəcə məsələn mahiyyəti tutmaq lazımdır. Müəllim 8 abituriyent bunları hazırlayır və çərşənbə günü 3 dəfə 10:00, 14:00, 18:00 18:00. Əla. İndi 3 dənə qrupu var bunun. 8 nəfərdir də. 8 nəfər 3 qrup üçün 3, 2 ayıra bilərəm də.
Amma mən bilmirəm hansı üst-üstü, hansı içidir. Düzdürmü? Ona görə də bir dəqiqə üzr istəyirəm. Aha, deyir ki, Q 2 nəfərlik qrupdadır. Burada da yazıb ki, əgər Z və Q-nun dərsi 10:00-da başlayarsa, Z və Q buradadırsa, Q 2 nəfərlik qrupdadırsa, deməli qaldı bura 3, 3, 3. Burada 2 nəfərlik idi, tamamlandı. Üçlərim tamamlanmalıdır. Super. Mənim işim asanlaşdı. Nə eləyirəm indi? Artıq gedirəm mənə verilən əmrlər ilə bu siyahımı doldurmağa, üçlüyümü doldurmağa. Nə deyir? Deyir ki, R və Y eyni qrupdadır. Gəl, burada R və Y eyni qrupda saxlayıram. Hələ bilmirəm hansındadır. Deyir, S və X müxtəlif qruplardadır. S ilə X müxtəlif qruplardadır. T-nin dərsi ya saat 10-dadır, ya da 18:00-da. 10 qrupu dolub deyə, deməli T 18:00-dadır. X-in dərsi V-dən əvvəl olur. Məndə bir 14:00, bir də 18:00 qalıb. X V-dən əvvəldirsə, deməli X hardadır? 14:00-dadır. V də buradadır. Super. Məndə burada bir dənə xana qaldı. Burada 2 dənə xana. Deməli R ilə Y buradadır. Bir də kim qalıb burada? Bir dəqiqə Z-i yazmışıq. S-imiz qalıb. S ilə də X ayrı-ayrı qruplardadır deyə S də bura düşür. Bizdən də deyir ki, 18:00-da hansı abituriyent dərs başlayır? Deməli, VS-dir. Baxın, 18:00. Düzgün cavab A variantı.